Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib. Kənddə kiraya yaşayan 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyidi aşkarlanıb. Onu hamam otağından dəm qazından boğularaq öldüyü bildirilib. Əslənqəbələ rayonunun Nohurquşlaq kəndindən olan Mehriban Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd orta məktəbində informatika fənnini tədris edirdi. Müəllimə dünən saat 5-də dəfələrlə zəng olmağından baxmayaraq o cavab verə bilməyib. Yəni onun şübhəlinin ev yesi və qonşu xəbər alıb ki, yəni bu niyə zəng çatmır? O yəni, otağa girib heyətə. Heyətdə görür ki, hamamın qapısı yarımçıq açıq, ayağı açıq. Bu cür vəziyyətini biz də gecə eşitmişik söhbəti. Ondan sonra ki, polisdən gəlirlər, təcili yardımdan gəlirlər. Yəni analiz zat götürüb. Barba belə kimi. Müəllimə 32 yaşı var idi. Deməli, Qəbələnin Nohurquşlar kəndindən elzam olunmuşdu. Universiteti qutarıb ilkin olaraq bizim məktəbi seçdi və burada çalışdı. Həqiqətən çalışdığı gündən etibarən bu günə qədər həm kollektivə qarşı, həm də ki, kənd cəmaatına qarşı çox hörmətçi müəllimə olub. Şagirdlər də çox sevirdi onu. Hamımız kollektivin ümumi rəğbətini qazanmışdı. Faktla bağlı Xaçmaz rayonunun prokurorluğunda araşdırma aparılır. Emin Kərimov, SSV Xəbər, Xaçmaz.